Salam hörmətli Sport Info TV izləyiciləri. Xoş gördük hər birinizi. Xəbəriniz oldu yəqin. AFF Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov Zirə Neftçi oyununda yaşanan epizodla bağlı, daha doğrusu meydan sahiblərinin vurduğu qolu qiymətləndirib, qolu şərh edib və Hakimlər Briqadasının səhvə yol verdiyi aşkarlanıb. Başqa cür desək, Neftçinin qələbəsi əlindən alınıb, 2 xal itirilib, turnir cədvəlində Zirəni geridə qoyması, yəni 4-cü pilləyə yüksəlməsi mümkünsüzləşib. Yəni, ümumi götürsək, hakimlər Zirənin qolunu qeydə almaqla Neftçinin vacib qələbəsini əlindən alıblar. Olsun deyək, hakimdir, səhv edə bilir, illərdir onsuz da bu deyimlə, bu bəhanə ilə gəlirik. Amma artıq o dövr deyil ki, hakimlərin səhv etdiyini, bilməyərəkdən səhv etdiyini düşünək, hardasa o nağıllara inanaq, 15-20 il əvvəl deyilən nağıllara hakimdir, səhv edib, epizodu görmədi, yanlış qərar verdi, yozumu doğru olmadı. İndiki var. İndi var, yəni rahat şəkildə gedib vara baxmaq olur. Qoldan sonra varda əyləşənlər qolu incələyir, gərəkirsə ehtiyat əsas hakimi, baş hakimi monitorun önünə dəvət edir. Yaxşı, deyək ki, İnqilab Məmmədov epizoddan uzaq idi. Deyək, Laisman bayrağını qaldırmadı, oyundan kənar vəziyyətinin olması ilə bağlı və yaxud Ruanın Piriçin görmə məhdudiyyətini qapatması ilə bağlı, məhdudlaşdırması ilə bağlı bayraq qalxmadı, İnqilab Məmmədov da görmədi. Bəs varda əyləşənlər, onlar hara baxırdı? Onlar da mı görmədi? Bəs Neftçinin baş məşqçisi başda olmaqla bütün komanda şəklində ehtiyat oyunçular skamyasının ayağa qalxıb, əllərində planşetlə burada qol yoxdur deməsi, üsyan edirdilər İnqilab Məmmədova. Qol yoxdur, qol deyil. Niyə İnqilab Məmmədov varla əlaqəyə keçib epizodun yozumunu istəmədi? Niyə vara gedib baxmadı? Niyə qolun qeydə alınmasına doğru çaba göstərmədi? Qırmızıları payladı, oyunu bitirdi. Bir xal qazanan Neftçi Zirə oldu, Neftçidə 2 xal itirdi. İndi burada azarkeşi, futbol sevəri, jurnalisti, belə deyək, hətta futbol aşıqı olmayan, sıradan maraqlanan birini kim inandıra bilər ki, burada qərəz yox, səhv olub, təsadüfi səhv olub. Təsadüfi səhvdə niyə vara baxılmır? Niyə Neftçinin iddiası, Neftçinin orada qol yoxdur, üsyanı, hayqırtısına önəm verilmir, öz bildiyi olunur? Var ola, yəni bu qədər pul xərclənir, futbolumuza var gətirilib, var sistemi var deyirik, az qala hər tur səhvlər sıralanır. Azərbaycan Kubokunun ilk yarımfinal oyununda Zirə Turan oyununda Əliyar Ağayevin biabırçı səhvləri, indi İnqilab Nicat İsmayıllı dueti, ondan öncə Rauf Cabbarov, daha öncə yenə Əliyar, yenə İnqilab, Elçin Məsiyev, yəni fərqlidir, adlar fərqlidir və çox maraqlıdır ki, əsasən təcrübəli hakimlərin başında dayanır bu təsadüfi səhvlər, öz dillərində desək. Görmədim, yozum doğru olmadı, var çağırmadı kimi bəhanələr formalaşır sonradan. Hakimlər Komitəsi mütləq buna əlac tapmalıdır, mütləq bu problemi həll eləməlidir. Artıq çempionat həlledici mərhələyə qədəm qoyub, bundan sonraki 5 tur ölüm qalım savaşı olacaq bir çox komandalar üçün. Deyək, Sabah çempionluğun böyükdə təmin eləyib, Sumqayıtla Şamaxı ortabablardan olacaq. Deyək, Araz Naxçıvan da hardasa məlumdur, amma Zirə, Neftçi, Turan, Tovuz, yəni bunlar Araz Naxçıvan özdə, bunlar Avrokubok uğrunda vəsiqə uğrunda mübarizəyə girişiblər. Karvan, Qəbələ, Kəpəz, bunlar çempionatda qalmaq uğrunda mübarizə aparır. Əsl mübarizə, əsl savaş bundan sonra başlayır. Yəni bundan sonra da görmədim, bilmədim, var çağırmadı kimi bəhanələr olacaqsa, sizi inandırım, rəzalət olacaq. Yəni artıq insanlar bu Azərbaycan futbolundan iyrənəcəklər. Məncə indiki durumda bizə daha çox təbliğat, daha çox
daha çox azarkeşin oyuna gəlməsi, baxması lazımdır. Nəinki hakimlərin şəxsi maraqları, hətta bu deyilsə belə savadsızlığı ucbatından Azərbaycan futboluna ləkə damğası vurması, ləkə yaxması, damğa vurması. Yəni hər kəs öz istədiyi kimi oyunları idarə etdikcə, öz savadına, öz mənafeyinə, öz marağına uyğun idarə etdikcə və bu cür biabırçılıqlar çıxacaq ortaya. Nəticədə orada Turanın haqqı yiyiləcək. Burada Neftçinin haqqı yiyiləcək ki, bilinmir. Bu iki xal sonda Neftçiyə nə dərəcədə təsir eləyəcək. Bəlkə də Avrokuboklardan məhrum eləyəcək, əlindən alınan iki xal. Öncəki xalları qoyaq qırağa. Məhz bu xal, sona doğru vacib oyunda bu xal, bu iki xal ola bilər ki, Neftçini Avrokuboklardan məhrum etsin və xərclənən pullar göyə sovrulsun və yaxud azarkeşin ümidi sarsıntı keçirsin, növbəti mövsüm üçün ümidsizlənsin. Yəni artıq buna dur deməyin vaxtıdır. Hakimlər Komitəsi hər hansı yolla, hər hansı üsulla, araşdırma aparmaqla, müvafiq qurumlara müraciət etməklə bu özbaşınalığın qarşısını almalıdır. Var olan dövrdə, var sistemi olan dönəmdə əgər hakimlər ardıcıl səhvlərə yol verirlərsə, xüsusən də yekun nəticəyə təsir edən səhvlərə yol verirlərsə, bu araşdırılmalıdır. Bunun bir çarəsi tapılmalıdır. Başqa cür mümkün olmayacaq.